İlk öncə öz komandamızı, Zəngəzur komandasını, rəhbərliyi, məşqçiləri, hamı Zəngəzur xalqını, əhalisini təbrik edir qələbəyə görə. İnşallah ardı 9-cu qələbəmizdir. 9-19 qələbə. Bu bizə daha qürur vericidir. Daha da gündən-günə bizə stimul verir. Məqsədim inşallah bu liqada çempion olub, yuxarı bir liqalara çıxmaq. Hədəfimiz Premier Liqadır inşallah. İnşallah əlimizdən gələni, Zəngəzur xalqını sevindirməyə əlimizdən gələni eləyəcəyik. Oyunda 7-1 hesabı ilə qələbə qazandıq. Düzdür, qıraqdan görsənə bilər ki, 7-1 hesabı ilə asan qələbə olub, ancaq rəqib komandada vuruşdu. Yəni bizim komandada döyüşdü, 7-1 hesabı ilə qələbə qazandı. İnşallah məqsədimiz çempionluqdur. Yəni bütün komandada işlər o yöndə gedir. Çempion olub 2-ci liqaya qalxmaq əsas məqsədimiz. Bütün Zəngəzur azarkeşlərində oyunlarımıza dəvət edirəm. Stadionda komandanın yanında azarkeşlər olanda komanda daha inamlı, daha rahat futbol oynayır. Ona görə də onlardan dəstək gözləyir. Çox sağ olun. Siz sağ olun.